Xoş gördük. Kanalımıza abunə olduğunuz üçün təşəkkür edirəm. Ginekoloqa suallarınızı verməyə davam edin. Suallardan biri belədir. Aybaşı siklinin dəyişməsi menopauzaya keçidin göstəricisi ola bilərmi? Ola bilər, amma olmaya da bilər. 40 yaşında bir qadında aybaşılar gecikməyə başlayıbsa, bəli, bu menopauza öncəsi dövrə addımlardır. Bu o demək deyil, sabah kəsiləcək. Bu dövr 10 il keçə bilər. Bu qadın həyatını etkiləyirsə, sonrasında qanaxmalar verirsə, həkimə müraciət edib tənzimləmək lazımdır. Amma məsələn bu 20-30 yaşında olursa, bu onun göstəricisi ola bilər, amma daha çox bildiyimiz disfunksiyadır xalq dilində desək. Yenə də həkimə müraciət etmək lazımdır. Zaten bunu ayırd eləmək biz həkimlərin işidir. Bir məsələni də qeyd edim. Bilirsiniz, hər dəfə vurğulayıram. 15-20 yaş arasında da gecikmələr, düzənsizliklər çox olur. Yenə də bir həkim müayinəsi ilə ciddi problemləri istisna etdikdən sonra, əlbəttə ki, bu menopauzaya yaxınlığın göstəricisi deyil. Bu tam tərsi. Yeni başlamış menstrual funksiyanın ilk addımlardır. Ümumi söhbətdən nə aşkara çıxdı? Burada əsas göstərici nədir? Yaşdır. Yaşla birlikdə aybaşı düzənsizliyinə görə qərar veririk. Amma indi əlimizdə bilirsiniz, laboratoriya var, analizlər var. Bunlarla biz elə bil ki, qoyduğumuz klinik diaqnozu təsdiq edirik və yaxud inkar edirik. Sualla əlaqələndirsəm, qadının menopauzaya nə qədər yaxın olub olmadığını, yumurtalığının rezervini artıq müasir müayinə metodları ilə, ultrasəs müayinəsi ilə və qan analizləri ilə daha dəqiq deyə bilirik. Bu suala daha dəqiq cavab verə bilirik. Çalışın sağlam olun, suallarınızı yönləndirin, kanalımıza da abunə olun. Sağ olun.